Doğuş yeri. Skoriya zəng vurmuşuq, gəlinimiz ağrıydı. Skoriya zəng vurmuşuq, gəlmir skor. İndi deyiblər ki, özünü çatdırın. Bizdə də kəndlər kənd həkimini göstərmişik, deyib ki, şəki aparın, o da bir tədili bir tibbi yardımda olsa çatdırın, ki, bunu ya mən özümü xəbərləmişlər ki, bunu şəkiyə çatdıraq. İndi uşaq tərəf oldu. Bax, bu şəki xəstəxanasında uşağı tələf elədilər. 8 aylıq uşaqdır. Mən izlədilər, bağışlasın, üzr istəyirəm. Xahiş edirəm, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarından, Azərbaycan Respublikasının vitse-prezidenti əzizimiz Mehriban xanımdan xahiş edirəm, bu işə ciddi yanaşırsın. 8 ayda biz uşaq gözləyirik, bax bu günləri bu uşağı tələf elədilər. Yəni, xahiş edirəm, mən həmişə sizi dəstəkləmişəm, sevmişəm, bəyənmişəm, bütün siyasətlərinizi, daxili və xarici siyasətlərinizi, ikinizin də, hər ikinizin də. Ulu öndərimiz Heydər Əliyevin də, Heydər Əliyevi Allah rəhmət eləsin. Mən sizin həmişə, deməli, burada bir nümayəndəniz, Azərbaycanın əsl şəxsiyyət vəsiqəsini daşıyan bir vətəndaşam. Həmişə sizi dəstəkləmişəm, bütün siyasətlərinizi bəyənmişəm, sevmişəm. Xahiş edirəm, tədbir görülsün, ciddi surətdə tədbir görülsün. Məmmədov Mahiz Rıfqadoğlu, Şəkil 12-lərini çox sakin. Xahiş edirəm, ciddi tədbir görülsün. Skoriya zəng vurmuşuz, skoru deyir ki, 2 dənə skorumuz var, zanit dolarda. Məcid doktorda yığıram, 2 nömrəsi var, ikisinə də zəng çatmır. Şəhərdən yığıram, yəni axırda özüm gətirmişim. Şəhərə çata-çatda zəng eləmişəm ki, çatırıq. Qapının ağzında bir tədbir görün. Gözlüyü çöldə. Və bu mühafizə mənə buradan çıxardır ki, çöldə gözləyim. Mən özüm 25 il dövlətə təmənnasız qulluq eləmişəm, jurnalist vəzifəsində. İstəmir, təmənnasız qulluq eləmişəm. Bu dövlətə 25 il mən təmənnasız qulluq eləmişəm. Bu dövlətə. Eşitirsinizmi? Çöldə gözləyirəm, baş üstə. İndi görək siz harada gözləyirsiniz, maraqlıdır ki, siz harada gözləyirsiniz. Yaxşı, mən hamınızı çəkirəm. Niyə çəkmirəm ki? Mən uşağımı niyə cavab verirsiniz? Mən eləmişəm. Birli kim elitli cavab verər. Siz də cavab verərsiniz onlarda.